Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanın kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənib. Xəbər verilir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qayda ilə cari ildə 15 yaşı tamam olan 18 yaşındakı Azərbaycanın kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası müəyyən ediləcək. Habelə, həmin şəxslərin səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin yerli baş idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınması, onların müddətli həqiqi hərbi xidmətin yararlılığının ilkin olaraq müəyyən olunması, hərbi xidmətin müvəqqəti yararlı hesab edilmiş şəxslərin müalicəsinin təşkil edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırış resurslarının formalaşdırılmasını, valideynlərin və sözügedən vətəndaşların ilkin qeydiyyatla bağlı elektron məlumatlandırılması, hüquq və vəzifələrin aydın şəkildə müəyyən edilməsi, prosesin mərkəzləşdirilmiş, təhlükəsiz və eləcə də şəffaf idarə olunması təmin olunacaq.